bu ərazini özü üçün zəncirləyib və şəxsi yerinə çevirib ki, buradan maşın saxlama lövhəsində yapışdırıblar. Məktub hazırlayıb polisə də verəcək ki, onlardan öhdəsindən biz gələ bilmirik öhdəsindən. Hal-hazırda biz 7-ci mikrorayon ərazisində yerləşən Süleyman Sani Axundov 381 ünvanındayıq və gördüyünüz kimi 5 mərtəbəli köhnə yaşayış binasının qabağında sakinlərdən 2-3 nəfər bu ərazini zəncirləməklə kifayətlənməyib, hətta buradan maşın saxlama lövhəsində yapışdırıblar. Biraz kənara çəkildikdə isə yerdə digər maşın nömrələrini görmək olar. Yəni, məhəllədə yaşayan sakinlərdən bir neçəsi xətlər çəkərək və müəyyən hissəyə öz maşın nömrələrini qeyd edərək qeyri-qanuni formada ərazini öz maşını üçün özəlləşdirib. Mövzu ilə bağlı Binəqədi rayon bələdiyyəsinə müraciət etdik. Vətəndaşlar qeyri-qanuni bütün binaların qarşısında götürürlər, biri zincirlə, biri nə bilim o dəmirlərlə götürürlər, mismarlayırlar o yerlərə, cəmaatın gediş-gəlişinə də maneçilik törədir. Tam qeyri-qanunidir. Bir neçə dəfə 9-cu mikrorayonda, 7-ci mikrorayonda biz onları çıxartmışıq və demişik ki, eləməyin. Bu sizin torpağınızdır, bu hamının torpağıdır. Onlar indi maşınlarına görə gedirlər, hərə bir dənə xət çəkir, bir şey vurur, onu zincirlə bağlayır, eləyir. Ondan ötürü cəmaat şikayət eləyən olub bizi. Elə bu 7-ci mikrorayona bir neçə binanın qarşısında biz getmişik, onları çıxardıb izah eləmişik oranın o komendantlarının adına ki, eləməyin, bu cəmaatın uşaqları burada oynayır. Bir də ki, siz özünüz üçün bunu zəbt eləmək, bu qeyri-qanuni bir şeydir, ümumi istifadədə olan torpaqdır. Dəfələrlə xəbərdarlıq eləmişik. Aidiyyatı orqanlara da indi məktub hazırlayıb polisə də verəcək ki, onlardan öhdəsindən biz gələ bilmirik öhdəsindən. Heç olmasa onlar gəlsin. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, polis əməkdaşları tərəfindən Binəqədi rayonunda sakinləri narahat edən hal aradan qaldırılıb. Qeyd edək ki, çoxmənzilli yaşayış binalarının qarşısındakı torpaq sahələri ümumi istifadəyə aid olduğu üçün həmin yerlərin hər hansısa bir maneə ilə qapatılması və ya məhdudlaşdırılması qanunla qadağandır. Bu cür hallara yol verilməsi inzibati məsuliyyət yaradır.